Hələ əsrlər öncə hökmdarlar müharibələr zamanı ehtimal edəcəkləri çətin və çıxılmaz vəziyyəti düşünərək təhlükəsizlikləri üçün gizli sığınacaqlar yaradıblar. Bu ənənə zaman-zaman daha da inkişaf edib. Müasir dövrümüzdə də dövlət başçılarının bunkerlər üçün kifayət qədər böyük məbləğlər ayrılır və bu məsələlərə ciddi nəzarətdə saxlanılır. Sovet dövründə SSR rəhbərlərinin bir neçə bunkeri mövcud olub. 1960-cı illərin əvvəllərində isə daha əlçatmaz olan yeni bir bunkerin inşası ilə bağlı planlar üzə çıxıb. Mərkəzi komitə yekdilliklə bu dağların dərinliyində bunker yaratma planının gerçəkləşməsi üçün qərar qəbul edib. Dağın içərisində şəhəri xatırladan bunkerin inşası tam məhv həyata keçirilib. Şəhər adı isə Qrot adlandırılıb. Bunker Cənubi Uralın ən yüksək nöqtəsində Yaman dağının içərisində tikilib. Analoji olarak Amerika'da ABŞ prezidenti üçün Raven Rock dağının altında oxşar bunker mövcuddur. Bu sığınacaq cəmi 3000 nəfər üçün nəzərdə tutulub. Uraldakı bunkerin məxfi hərbi obyekt adı altında tikintisi 1960-cı illərdə planlaşdırılsa da inşasına 1970-ci illərin sonlarında başlayıb. Tikinti SSR Müdafiə Nazirliyinin 30 nömrəli tikinti idarəsi aparıb. Olduqca böyük həcmli tikinti Sovet dövründə tam başa çatdırılmayıb. SSR-in süqutundan sonra isə demək olar ki, dayandırılıb. Bunker haqqında ilk dəfə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, qapalı hərbi obyekt adı altında inşa edilən tikinti Rusiya Federasiyası prezidentinin bunkeri olacaq. Amerikalılar isə öz məlumatlarını bunkerin nəhəngliyini xüsusi vurğulayaraq qeyd ediblər ki, sığınacaq 60 bin nəfər üçün nəzərdə tutulub, amma zərurət yaranacağı halda 300 min nəfərin yerləşdirilməsi də mümkündür. Ərazidə elə bir mühafizə sistemi yaradılıb ki, nə turistlər, nə də jurnalistlər dağa yaxın düşə bilməyiblər. 2002-ci ildə bunkerin tikintisi sona çatıb. Sızan məlumatlara görə bunker eyni vaxtda atılacaq 5 nüvə silahına tab gətirəcək qədər möhkəm və davamlıdır. Bunkerin içərisində dəmir yol xətti və avtomobil yolu çəkilib. Bunkerin içərisində tunellərin uzunluğu isə 500 kilometrə çatır. Dağ altında salınan şəhərin eyni vaxtda 300 min nəfər yerləşdirilməsi mümkündür. 6 ay ərzində onlar çölə çıxmadan tam təminatla yaşaya bilərlər. Bunker normal yaşayış üçün bütün zəruri kommunikasiyalarla, su xətti, elektrik enerjisi, rabitə, havalandırma sistemi ilə təmin edilib. Hələ Sovet dövründə həmin bunkerin inşasına iştirak edən, adını açıqlamayan mühəndis bildirib ki, dağ altındakı şəhərdə hətta heyvan saxlamaq, meyvə və tərəvəz yetişdirmək də mümkündür. Bunker üçün ərazinin məhz bu məkanda seçilməsi də təsadüfi olmayıb. ABŞ və NATO qüvvələri üçün bu ərazi hədəfə çevrilməyin çətin olacağı hesablayan mütəxəssislər prezidentin burada daha etibarlı mühafizə olunacağına tam əmin olublar.